Qış fəslinə uyğun olaraq hava soyumuş, qar yağmışdı. Düzdür, artıq əvvəlki illərdəki bol yağıntı və güclü şaxtalar müşahidə edilmir. Yağan qar və düşən soyuq ölçücə əvvəlki illərin oktyabr-noyabr aylarına təsadüf edən yağıntı və şaxta miqdarına bərabər idi. Üstəlik, qışın oğlan çağı olmasına rəğmən yağıntı yağışla başlamışdı. Xülasə, torpaq az da olsa ağ örpəyə bürünmüşdü və cığırları kimsə təmizləməli idi. Qar kürəyini alıb işə başladım. Bir xeyli iş gördüm. Daha sonra toyuqlar üçün yem çıxartdım və yoldakı bulaqdan 4 qap su gətirdim. Təzəcə evə keçib əlimi yumağa başlamışdım ki, belimdən küt ağrı durdu. Onda belimdəki köhnə problemi xatırladım və güc bəla ilə özümü mətbəxdəki divanın üzərinə atdım. Bir neçə il öncə maqnit rezonans tomoqrafiyasından keçərək belimdəki vəziyyətlə tanış olmuşdum. Məlum olmuşdu ki, belimdə 2 yerdə yırtıq varmış. Yəni elmi adı ilə disk herniyası yaranıbmış. Təbii ki, bu çox zaman birdən-birə yox, illərin yığılmış stressinin nəticəsi olur. Gəlin sizə bu halla bağlı bir neçə maraqlı məlumat da verim. Məsələn, bu vəziyyət sırf bizim təkamül keçmişimizlə bağlıdır. Belə ki, insanlar lap əvvəl 4 ayaq üzərində yeridikləri üçün onurğa sütunlarına yük daha az düşərmiş. Buna görə də indikindən fərqli olaraq bu cür problemlərlə qarşılaşma riskləri də daha az imiş. Əlavə olaraq bel yırtığı yaxud disk herniyası əsasən illərlə yığılan və yaş artdıqca üzə çıxmağa başlayan bir problemdir. Bu qəfil və ani ağır yük qaldırmaqla yanaşı, düzgün olmayan qamət və artıq çəki probleminə görə də yarana bilir. Əlqərəz, elmlə qalın, elmli qalın.